Qızıma göz dəydi, balama göz dəydi. Evə adam da çağırdıq, cadu tapsın, daha da pis oldu. Başlar görürsən ki, ruqiyyə ilə məşğuldur. O birisini görmüşüm saxtakar, güya cadu axtarır, tapır, köhnə bir də maşın içində əlinə əlcək giyinib, bismillah, 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 Allahın adı ilə. O saxtakar, sən şeytana ibadət edirsən, Allahın adını niyə çəkirsən? Niyə? İnsanları aldatmaq üçün. Peyğəmbərlər və salihlər ruqiyyə etmiş, insanlara fayda vermiş, şeytanların zərərini dəf etmişlər. Sən ruqyanı bilməsən, o ayələr, o duaları bilməsən, şeytanın zərərini necə özündən uzaqlaşdıracaqsan? Və yaxud ehtiyac alanda bir qohumuna yardım elə, bir dostuna yardım elə. Sən bunu bilməlisən ki, bunu edəsən. Baxın, nə deyir? Peyğəmbərimiz xəstələnəndə özünə muavvizəteyn oxuyar. Bax, çoxumuz xəstələnirik. Amma biz bunu bilmirik. Nədir muavvizəteyn? Qul əuzu bi rabbin nasi məlikin nas başlayan Nəs surəsi. Bir də qul əuzu bi rabbil fələq min şərri mə xalaq. Baxın, Rasulullah xəstələnəndə özünə oxuyardı deyir. Yəni, uzanan yerdə əlini qoy bədəninə oxu. Çünki ola bilsin ki, sənin xəstəliyin gözdəyimi ola bilər. Sonra deyir, necə oxuyardı Peyğəmbərimiz s.ə.v? Baxın, muavvizəteyn oxuyar, yəni əlinin içinə, sonra bədəninə çəkərdi deyir Peyğəmbərimiz s.ə.v. La ilahe illallah. Və ya evladın yata bilmir, evladının problemi var, əlini qoy oxu. Peyğəmbərimiz özünü oxuyardı, bədəninə çəkərdi. Ona digərini oxuyan nə edirsən? Üflüyürsən. Yəni, yaxında durursan, qul əuzu bi rabbin nas, məlikin nas, ilahin nas. Belə neysə üflüyürsən. Baxın, nə deyir Ayşə anamız? Peyğəmbər xəstəlikdən şikayət etdikdə Cəbrail ona ruqiyyə edərdi və deyərdi. Allahın adı ilə Allah sənə şəfa versin. Hər xəstəlikdən səni sağalsın. Həsəd edəni həsədindən, hər şərli gözdən. Allahın adı ilə Allah sənə şəfa versin. Çox rahat bir nədir? Ruqiyyə duası. Bunu dəfələrlə paylaşmışam, yenə paylaşacağım inşallah.